Hər birinizi salamlayıram yoldaşlar. Bu videoda biz müəyyən bir datanın bu formaya gətirilməsi haqqında danışacağıq. Ümumiyyətlə bizim məlumatımız A sütunundakı formadadır. Deyək ki, belə bir məlumat bazamız var və orada deyək ki, tranzaksiyalar bu formada qeyd olunubdur. Ayın tarixi, belə bir məlumat və miqdar olaraq və bu formada da təkrarlanır. Burada diqqət etməli olduğumuz məsələ odur ki, hər bir baxın, standart formada təkrarlanan məlumatlar burada olmalıdır. Yəni tarix, burada string məlumat və həmçinin məlumat olaraq. Yəni belə bu formada təkrarlanan məlumatları biz bu formada hesabatlılıq üçün əlverişli formaya gətirmək istəyiriksə, onda biz müəyyən funksiyalardan dəstək almalıyıq. Yaxşı, mən burada göstərdim ki, sadəcə sizə bunun hazır forması, yəni düsturdan sonra gələn forması necə olacaqdır. İndi gəlin baxaq görək biz bunu necə əldə edə bilərik. Aydın məsələdir ki, burada biz filtr funksiyasından axırda dəstək alacağıq. Birinci məsələnin axırını başa düşmək lazımdır ki, biz niyə görə bunu eləyirik. Məqsəd odur ki, biz filtrdən istifadə edərək bu tarixlərin hamısını alt-alta düzək bura, həmçinin string məlumatı və value məlumatları da düzək bura. Onu eləmək üçün də gərək siz hər bir məlumatın qabağında standart bir dəyər olsun. Yəni biz 1-ə əsasən deyək ki, burada 1 varsa, hamısının qabağında 1 olmalıdır və 1-ə baxıb o bir qabağında 1 olan hər şeyi çəkib gətirməlidir. Yenə 2 varsa 2-ləri, 3 varsa 3-ləri bu qaydada. İndi bizə maraqlı olan məsələ odur ki, yaxşı, əgər biz onu eləmək istəyiriksə, onda belə çıxır ki, bunun qabağına 1-2-3, 1-2-3 formada təkrarlatmalıyıq bunu. Bunun da bir neçə yolu var. Deyək ki, lap çox yolu var. Amma biz bunu funksiya ilə gətirmək istəyiriksə, hansı yolu izləməliyik? Bunun üçün biz repeat funksiyasından dəstək ala bilərik. Nəticə etibarilə biz təkrarlanmadan danışacağıq və təkrarlamanı eləməyin ən asan yollarından biri də elə repeat funksiyasıdır. Repeat funksiyası müəyyən bir dəyəri müəyyən bir dəyər qədər təkrarlatmağa dəstək olur bizə. Biz də istədiyimiz məlumat nədir? Bunu dırnaq içərisində qeyd etməliyik. Ya da dırnaq içərisində qeyd eləyəndən sonra burada yaza bilərik ki, 1 belə ayrıcı da qoymalıyıq bura həmçinin 2 və həmçinin 3 formasında ayrıcılarımızı müəyyən edirik. 3-dən sonra da ayrıcı qoymalıyıq. Çünki ondan sonra təzədən 1 2 3-ə gələcək və onlar birləşməməlidir. Yəni 31 kimi görünməməsi üçün biz gərək 1 2 3 1 2 3 yazmamız üçün gərək orada bir ayrıcını saxlayaq. İndi bizdə məsələ nədədir? Bax bu maraqlı bir hissəsidir bunu düsturun. Number times deyir. Yəni neçə dəfə təkrarlatsın. Biz bunu baxaraq əllə baxıb da deyə bilərik, amma bu yorucu ola bilər. Ona görə də biz nə etməliyik? Aydın məsələdir ki, burada biz 1 2 3 1 2 3 formasında saydıracağıq deyə bizə lazımdır ki, burada neçə dənə üçlük var. Yəni o sayı tapmaq. O sayı da tapmağın yolu nədir? Sətr sayının cəmini bölmək lazımdır 3-ə ki, biz o frekvensiyəni oradan tapa bilək. Onu da eləmək üçün counter'dan istifadə eləyib burada bu hissəni seçirəm və aydın məsələdir ki, bunu dondurmalıyam. Bunu bölmək lazımdır konkret olaraq 3-ə. Çünki 3-ə böləndən sonra biz orada neçə dənə məlumat dəsti var, onu tapmış olacağıq. Tapandan sonra gəlin görək bu bizə nəyi verəcəkdir. Baxın, belə bir dəyərləri vermişdir. İndi biz bunları bölməliyik. Text split funksiyasından istifadə edərək biz bunu bölə bilərik. Bölmək üçün də bu funksiyada bu ayrıcıdan istifadə edərək bölməni həyata keçirdirik. Baxın, bölməni artıq həyata keçirdik. Yəni həmin indeksləri qoyduq. Amma burada bir boşluq var. Bizə lazımdır ki, o boşluğu yox eləyək. O boşluğu da yox eləmək istəyiriksə, gəlin biraz yaxınlaşdıraq. O boşluğu da yox eləmək istəyiriksə, çox rahat bir şəkildə onu həll eləyə bilərik. Birinci bu dəyərləri value-ya çevirək, çünki hal-hazırda o Excel bunu value kimi görmür, string kimi görürdü. Sağ tərəfə keçirəndən sonra biz artıq onu value kimi gördüyünün şahidi oluruq əziz yoldaşlar. Daha sonra isə burada bir toCall funksiyasından istifadə edərək sətirdəki nömrələri götürüb sütun boyunca düzə bilir, amma burada bir transpozdan fərqi var. Transpozdan fərqi odur ki, burada müəyyən bir sintaksdə göstəricilər var. Burada imports blanks deyir. Blanks ya da errorları deyirik ki, burada götürsün. Bu üçü də seçəndən sonra görürük ki, burada artıq boşluq olmayacaqdır. Çünki qarşı-qarşıya gələndə standart qaydada bu görünməlidir deyə bizim üçün bu daha əlverişli. Bunu da qeyd eləyəndən sonra artıq biz filtr funksiyasından dəstək alaraq müəyyən göstəriciləri yan-yana gətirə bilərik. 1 2 3 olaraq mən bunu qeyd edirəm. Qeyd eləməyimiz daha məqsədə uyğun olar. İndi isə biz filtr funksiyasından dəstək alaraq o göstəriciləri alt-alta gətirə bilərik. Bunun üçün bütün aralığı seçirəm. Bunu dondururam. Daha sonra bu aralığı seçirəm və bunu da dondururam. Bərabərdir bu dəyərə deyirəm. Ardınca isə bunları bağlayıram. Bağlayandan sonra görürəm ki, baxın belə bir dəyərlər alıram. İndi isə mənə lazımdır ki, choose calls'tan istifadə edərək burada birinci sütunu mənə saxlasın. İndi isə mən bunları götürüb sağ tərəfə aparsam, görərəm ki, o məlumatların hər biri mənim istədiyim formada gələcəkdir.